Arçelik markalı soyuducunun təmiri üçün gəlmişəm. Cəmi 3 ilin soyuducusu olan bu soyuducu artıq işləmir. Səbəb qaz buraxmadır. Soyuducunun turbalarını o qədər keyfiyyətsiz buraxır ki, zavod 3 ildən sonra artıq çürüyüb qaz buraxır. Gördüyünüz marazelkanı mən bu soyuducuya yığmışam. Artıq qaz vururam, soyutma prosesi gedir. Vakuum olunub, filtr dəyişilib, yeni turbalar çəkilib, quraşdırılıb. Soyuducunun keyfiyyətli işləməyi üçün nə lazımdırsa olunub. İndi isinməsini yoxlayıram. Sizin də bu soyuduculardan problem yaşayırsınızsa biz bunu həll edə bilərik. Keyfiyyətli və zəmanətli. 5-6 aydan bir qaz vurdurmaqla iş getmir. Buna yeni marazelka quraşdırmaq lazımdır ki, qaz buraxmasın. Gördüyünüz bu plasmas da yerinə yerləşdiriləndə heç bir şey bilinmir. Zavod üsulundan heç də fərqlənmir. Bu cür aşağında plasmas yerləşdiriləcək. Əla, keyfiyyətli şəkildə işləyəcək. Təmir üçün səhifəmizdə nömrə var. Buyurun əlaqə saxlayın.